Her şey hazır. İndi biraz çətinliyi artırılmış suallara baxaq. Çətinliyi artırılmış deyəndə həm ətraflı yaz tələb olunan sual kimi də gələ bilər imtahana, həm biraz açıq sual kimi də gələ bilər imtahana. Biraz çətinliyi artırılmış, axıra yaxın olan suallardan baxıram. Diqqətli olursunuz. Əziz şagirdlər, siz də çalışın. Özünüz işləməyə çalışın, videonu saxlayıb. Əgər alınmasa, izaha da baxmış olursunuz zaten. 76-cı suala baxıram. Tərəfi belə olan, yəni tərəfi 25 cm olan rombun, söhbət rombdan gedir, diagonallar nisbəti D1 bölü D2 nisbəti verilibdir 3-ün 4-ə. Rombun sahəsini soruşur. S bərabərdir. Rombun sahə düsturları. Ya kvadratı sinus alfa, ya A vur H, ya da diagonallar hasilinin yarısı. Görək bizə hansı sərf edir, indi hansından yazaq. Rombda belə bir düstur vardı. Tamamlayaq. D1-in kvadratı söyləyək D2-nin kvadratı. 4A kvadrat. 4A kvadrat. Elini istifadə edirik. 3K, bu da 4K. Kvadratlar cəmi 25K kvadratı. 4 vurulsun 25-in kvadratı. Alındı bu şəkildə. Düzdür uşaqlar? Bu 25-dən kvadratın biri getdi. Qaldı K kvadratı bərabər 4 vur 25, yəni 100. K buradan 10. Deməli, diagonalın biri 30'uymuş onda. O biri də 40 imiş. Hansı düsturdan istifadə etmək əlverişlidir? Tamamıyla doğrudur. 30 vurulsun nə? 40 bölünsün 2. Cavabımız yəqin ki 600 deyirsiniz. 600. Bax, belə bir sual. Sonra başqa bir çətinliyi artırılmış suala baxaq. Məsələn, 84. Deməli, əziz şagirdlər, bundan əvvəlki videoda da qeyd etdiyim kimi bizim ödənişsiz WhatsApp qrupumuz var. Çalışırıq ki, şagirdlər üçün nəsə edək. Qrupa qoşulmaq üçün videonun aşağısında link yerləşdirəcəm. Asanlıqla qoşula bilərsiniz. Ödənişsiz qrupu. Canlı dərslər, sınavlar, dəstək videoları. Qrupda üstünlük təşkil edir. Siz də yararlanın. Hər birinizə uğurlar arzulayıram. Təbii ki, sizdən istəyiniz nədir? Bir dənə kanala abunə olun. Bura Y. ABCD düzbucaqlısında D'yi tənböləndir. Tənböləndirsə, bu bucaq alfadırsa, onda bu bucaq da alfadır. Biz burada çarpaz bucaqlar görürük. Bu alfadırsa, çarpaz olduğu üçün bu da alfadır. İndi nə görürəm? Sizcə nə görürük? Bu, buna. Çünki bərabər yanlı düzbucaqlı, üçbucaqlı oturacağı bitişik bucaqlar da bərabərdir. Bizə verib ki, bura 8'dir, bura kök 2'dir. İndi düzbucaqlının sahəsini soruşuruq. Biz nə görürük? Bu düzbucaqlı, üçbucaqlı kənara çıxardıram. Diqqətdən baxın. Hipotenuz neçədir? 2'dir? 8. Alfa alfadır. Bunlar neçə dərəcə olmalı sizcə? 45. 45 məcbur 90, bu da 90, 180 olsun. Bərabər yanlı olduğu üçün burada x'dir, burada x demişdik ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetlərdən birinin kökdə 2 mislidir. Onu da buradan x tapılır. Kök 2'ye bölən zaman 4 kök 2. Deməli, burada 4 kök 2 imiş. Burada 4 kök 2 imiş. İndi mən düzbucaqlının enini tapdım. Neçədir? 4 kök 2. Uzunluğunu tapdım. Neçə? 4 kök 2 vurulsun yoxsa? Üstə gəl. Bəli, neçə? 5 kök 2. Ayaz desin düzbucaqlının sahə düsturunu. A vur B. Tamamilə doğru. Bir dənə cavabı deyim də. Canlı yayında sana diqqətli ola, səhv eləmə. 52, 40. Bəli. Həyəcanlı sana əzizdir. Elədik 40. Sonra %88 nömrəli suala da baxaq. Belə bir üçbucaqdır. Bu A'dır. Layıcıva çəkirik. C'dir. Bura BD'dir. Deməli, bu tənböləndir deyir. Uşaqlar, bu tənbölən belə qoymasaydılar, əgər belə qoysaydılar, biz yenə bilirik ki, bu tənböləndir. Ya da alfa alfa verələr. Bura D'dir. AB 2'dir. Bəs BC buna da 6'dır, verilibdir. Bütöv sahə. Buradan ayıraq.
bütöv sahə ABC üçbucağının sahəsini bizə veribdir. Neçə? 40. BDS-nin sahəsini soruşur. BDS. Baxın, bu sahəni bizdən soruşur. Deməli, necə eləyir? Tənbölənin xassəsinə görə dedik ki, bura 2-dir, bura 6-dırsa, onda bura 2K, burada 6K-dır. Niyə? Çünki tənbölənin AB tərəfi, AD tərəfinə nisbəti bərabər idi BC-nin DC-yə nisbətinə. Bura 2-dirsə, bura 2K. Bura 2K-dırsa, bura 2-dir. 6-dır, 6K-dır. Yadda bir şeyi saxlayırıq. İzaha baxın. Diqqətlə baxın. Bu hər hansı bir xəttdir. Tənbölən deyil tutaq ki, və yaxud tənbölən fərq eləmir. Hər hansı bir xəttdir. Şəkildə neçə üçbucaq görürük Şəhmir burada? 2 görsən, mən daha çox görürəm. Diqqətlə bax, neçə üçbucaq görürük? 3 hansıdır? Gəl adlandıraq. A, B, C, bura D yazmışıq, bura D yazaq, bura C. Hansıdır o üçbucaqlar? Biri ADB, Biri ADB, aha. DBC, DBC. bir de ABC. Bəli, bir də ABC. 3 dənə nə var burada? Üçbucaq var. B təpəsindən bir dənə hündürlük çəkirəm. Bu körbucaqlı üçbucaqdır. Buradan çəkilir. Bayaqki sualı xatırladınız yəqin. Çəkdim. Bu çəkilmiş BH hündürlüyü həm böyük ABC üçbucağının, həm körbucaqlı BDC üçbucağının, həm də ABD üçbucağının üçünün də ortaq nəyidir? Hündürlüyüdür. Əgər təpədən çəkilmiş hündürlüklər ortaqdırsa, yəni bu xassət ödənirsə, tərəflər nisbəti sahələr nisbəti ilə eynidir. Onda burada 2S-dir, burada 6S-dir. Onda bu figurun sahəsi cəmi neçə S-dir? 8S-i nəyə bərabər edirəm? 40. S buradan? Cavab 5. Bizdən də buranı soruşurdu. 6 vur 5. 30. Yəni cavabımız oldu neçə? 30. Tutardı uşaqlar. Bax, belə bir maraqlı sualdır, diqqətli olursunuz. Daha sonra 90 nömrəli sual. Saat neçədir? 12. Əla. Yok. 8 dəqiqə. Birə mi? Bəli, bəli. Sən saatın sən. Vaxtımız çox. Bu A-dır, bu B-dir, bu C-dir. Burada D. Daxilində çevrə var. Sərgəni çəkək. Alırsa. Deyir ki, daxilində çevrə var. Bura BM-dir. Bura BK-dır. M-dir. Edir. Bərabər yanlı trapesiyadır. Bura 1 verilir, bura 4 verilir. Bizdən soruşur trapesiyanın sahəsi. Trapesiyanın sahə düsturunu xatırlayaq. A üstə gəldi. Bölü 2 vur. O xəttin hündürlüyü nasıl? Bəli, orta xəttin hündürlüyü hasili. Əlimizdə orta xətt olsaydı əgər, biz nə edərdik? Daha doğrusu əlimizdə hündürlük olsaydı, orta xəttimiz zaten var. Deyirsiniz ki, müəllim, hanı yoxdur, B, C tərəfi ilə AD tərəfi yoxdur axı. Amma qayda vardır ki, ixtiyari dördbucaqlının əgər daxilində çevrə varsa, ixtiyari dördbucaqlının Diyan yoxdur. yox. İxtiyari dördbucaqlı çəkirəm, baxın, tutaq ki, trapesiya falan deyil, ixtiyari dördbucaqlıdır. Daxilində çevrə var, AB-dir, C-dir, bura D. Qayda? A plus B A bərabər plus B bərabər C plus D. Aydın məsələdir, bilirdik. Burada da bir kiçik yer varsa, C üstə gəl D-ni elə vursaq, çoxbucaqlının nəyə alınırdı? Sahəsi. İxtiyari çoxbucaqlının sahəsi yarım perimetr vurulsun, kiçik yer düsturundan tapılırdı. Onu da təkrar eləmiş olduq. İndi 1 üstə gəl 4-5-dirsə, onda bu tərəf də belə çıxır ki, BC ilə AD-nin cəmi neçə eləməlidir? Bəli, BC ilə AD-nin cəmi eləməlidir nə? 10. Biz də bilirik ki, bunu 2-yə bölməliyik. Bölək. 5. 5-i nəyə vurmalıyam indi? H-a. H varmı? Yoxdur. Bir dənə H olsa işimiz qutardı. Diqqətlə baxırsınız indi. Mən buradan bir hündürlük çəkdim. Sərgəsiz oldu. Daha ki bu hündürlük çəkildi bura. Diqqətlə baxın. Biz demişik ki, bir nöqtədən çevrəyə çəkilən toxunanlar bir-birinə bərabərdir.
bu AM toxunanı AK toxunanı nə olmalıdır? Bərabər olmalıdır. Onda burada 4-dür. Bu BM toxunanı BM toxunanına bunda bu da 1-dir. Doğru? Və bilirdik ki, bura mərkəz olsa radius toxunana nədir? Perpendikulyardır. Həmin radiusu burada çəkdim. Yenə də toxunana perpendikulyardır. Uşaqlar, bu elə H deyilmi? Elə bu da H-dır da, düzdür? Bir-birinə bərabərdir. Paralel baxımlar bərabər. Bura 1-dirsə, bura 1-dirsə, onda burada neçə santimetrdir? 1. Bura nə qaldı? 3. 5, 3 növbəti Pifagor ədədi 4. Hündürlük də tapıldı. Cavabımız oldu. 5 vur 4. 20. 20 santimetr. Vəssalam. Belə bir əyləncəli sualdır. Sonra 8 nömrəli sual. Şəhmirin istəyi ilə. Belə bir şəkildir uşaqlar. Deyir bu buna perpendikulyardır. Bura A'dır, bura B'dir, bura C. Bura D, bura da C'ye perpendikulyardır. Məndən soruşur ki, AB 9'dur, bura 4'dür, AD 10'dur, bütöv 10'dur. Bütöv perimetr ABCD'nin, daha doğrusu sahə 48'dir. Olarsa C'ye bərabərdir suallar. Y'se bərabərdir suallar. Sizdən bunu soruşurum. Uşaqlar, burada ən əlverişli üsul nədir? Ən əlverişli üsul köməkçi xəttin çəkilməsi. Bir dənə AC çəksəm bura. Şəkildə üçbucaqlar görürük. Üçbucaqlardan biri düzbucaqlı üçbucaqdır. Əgər mən buna bir S1 desəm, buna da bir S2 desəm, bizə S1 ilə S2-nin cəmini verib şagirdlər. Neçə verib? 48 verib. Düzdür? 48. Bu S1 düzbucaqlı üçbucaq. Sahəsi necə tapılır? Qatetlər 4 vur 9 bölü 2. Neçə eləyir? 18. Üstəgəl S2. S2-də tərəf neçədir? 10. Həmin tərəfə çəkilmiş hündürlük. Elə YS-dir, düzdür? Elə onu soruşur. Bölü 2 bərabərdir neçə olmalıdır? 48. Aydın məsələdir. 5 YS 48 çıx 18. 30. YS də buradan 6. Cavabımız oldu. S1, S2 niyə 48 oldu? Ona görə ki, elə bil ki, bu AC-ni çəkdiyim zaman mən sahəni neynədim? Parçaladım. Bu üçbucağın sahəsi ilə bu üçbucağın sahəsinin cəmini. Bu sahə bununla, bu üçbucağın sahəsindən, bu üçbucağın sahəsinin cəmi neçə eləyəcək? 2 figura parçaladım. Oldu 48. Yəni YS-ni tapmaq üçün kömək oldu. Yaxşıdır.